Qadınlar müntəzəm olaraq ginekoloji müayinələrdən keçməlidir. Qız uşaqlarını da erkən yaşdan 10, 11 yaşdan və yaxud da şikayəti varsa 9 yaşdan belə gətirirlər müayinəyə. Əhali maarifləndiyinə görə bilirlər ki, bunlar ayıb iş deyil ginekoloqa aparmaq və müxtəlif yaşlarda dedim. Xüsusilə klimaks önü yaşda qadınlar ən çox müayinədən keçməlidirlər. İldə bir dəfə şikayəti olmadan belə ginekoloji müayinədən keçməlidirlər. Çünki ən qorxulu, təhlükəli qadınlarda şiş önü vəziyyət, onkoloji xəstəliklər uşaqlıq boynunda və süd vəzlərində olur. Ona görə biz ən çox uşaqlıq boynunun və süd vəzlərinin profilaktik yoxlamalarından keçirməyi məsləhət görürük. Yəni, adi ginekoloji güzgü baxışı ilə uşaqlıq boynunda olan eroziyaları, yəni xərçək önü vəziyyətləri aşkara çıxarılırıq və eyni zamanda xərçək önü vəziyyətini aşkara çıxardanda pap testin böyük əhəmiyyəti var, kolposkopiyanın böyük əhəmiyyəti var. Çox vaxtı bizim qadınlar gəlir ki, mən artıq menopauzadayam. Neynirəm ginekologu? Xeyr, əksinə ən vacib bu dövrdə onkoloji xəstəliklərin biraz geniş yayılma yaş dövrüdür. Ona görə qadınlar şikayəti olmadan belə menopauza dövründə ildə bir dəfə müayinədən keçməlidirlər.